Verilişin sponsoru Niyel Şadlık Sarayı. Mükemmel, ne güzel. Salam, sabahınız xeyir olsun əziz və hörmətlim. Aynes televiziyasında bizi izleyenler Yaradan Production'ın təqdimatında bir gün mənimlə beraber benim qabağıma keçə bilərsən sən, Babulya. Davam eləyir və davam eləyir nədir? Kızı gördüm, çaşdım. Daha doğrusu başlayırıq və bugün də mənim indi birazdan görəcəksiniz çox mükəmməl bir qonağım, xanım qonağım olacaq ki, həmin qonaq nəinki Azərbaycanda, nəinki Rusiyada, eləcə də dünyada tanınmış bir sənətkardır və həmin sənətkar xanımın qonağı olacağıq və daha sonra isə iki sənət dostlarımla beraber onların gözəl bir ailə dostlarının evində gözəl bir günü sizlər üçün təqdim edəcəyik. Və təbii ki, Moskvadayıq. Moskvada yaşayan Azərbaycanlıların hər birini Azərbaycanda toy etmələrini və təbii ki, seçim isə Niyel olmalıdır. Niyel Şadlıq Sarayına elə burada olduğumuz üçün onlara təşəkkür edirəm. Elçin qardaşıma təşəkkür edirəm və demək istəyirəm ki, mükəmməl bir gün sizi gözləyir. Gedək. Təbii ki, bir gün Aynes televiziyasında mən çox möhtəşəm bir xanımın qonağıyam. Təbii ki, dərs zamanı gəldik, Tamara xanımın dərsini böldük və biraz da o kadrları siz izlədiniz. Legenda və yəni bu əfsanə, bunlar həqiqətən canlı əfsanəni görəndə bizim üçün də həyəcanlı olur, ekran qarşısında əyləşən tamaşaçılarımız üçün də həyəcanlı olur. Tamara xanıma bir sual vermək istəyirəm. 2015-ci ildir. 2015-ci ildə təbrik eləsin Azərbaycan xalqını, daha sonra isə öz sözlərimi deyəcəm. Böyük məmnuniyyətlə təbrik eləyərəm. Yeni ili təbrik eləmək həmişə xoşdur. Mən doğma Azərbaycanıma, doğma torpağıma çiçəklənməyi arzu eləyirəm. Azərbaycanın gözəl insanlarına sevinç, xoşbəxtlik, şən əhval-ruhiyyə arzu eləyirəm. Yeni iliniz mübarək. Təşəkkür edirəm. Tamar xanım, əfsanələr hələ çox qalıb. Bilirsiniz, mən özümü əfsanələr sırasına aid eləmirəm. Amma canlı əfsanə deyə bilərəm. Bilirsiniz, belə düşünürəm ki, hələ də canlı əfsanələr var. Düzdür, bunu mən müzakirə eləməməliyəm. Hesab eləyirəm ki, hər birimizin öz əfsanəsi var. İncəsənətdə, ədəbiyyatda, riyaziyyatda, kimyada, fizikada, demək olar ki, hər sahədə əfsanə var. Düzdür, mən hamının adından danışa bilmərəm, amma bilirəm ki, var.
Tamar xanım, bir gün ümumiyyətlə siz necə istəyərdiniz ki, sizin bir gününüz necə keçsin? Məsəl üçün, hər hansı bir iş həftəsi ola bilər və yaxud da ki, altı bazar, məsəl üçün, istirahət günləri də ola bilər. Həmin o bir günün necə keçməsini istəyərdiniz? Həyatımda bir gün. Ümumiyyətlə, indi mənim həyatımda günlər monoton olub. Hamısı bir-birinə bənzər keçir. Amma qabaq belə deyildi. Hər yeni günü səbirsizliklə gözləyirdim. Bilirdim ki, oyanacam və yanımda mənə əziz olan insan olacaq və həmin günü onunla birlikdə keçirəcəm. İndi isə mən tamamilə başqa hisslə oyanıram. Fikirləşirəm, mən özümü necə hiss eləyirəm, bugün mənə nə lazımdır? Demək olar ki, çox çətinliklə özümə gəlirəm. Əgər həmin gün tələbələrimlə məşğələm varsa, hansının ki, hal-hazırda siz şahid oldunuz. Bu bir başqa əhval-ruhiyyədir. Yox, əgər tələbələrimlə məşğələm yoxdursa, onda gərək mən mütləq başımı nəyinəsə qatım. Təbii ki, işlər var. Müslüm Maqamayev müsabiqəsi, burada ali məktəbdə keçirdiyimiz müsabiqələr, amma bunlar tamamilə başqa şeylərdir. Bu mənim gündəlik həyatım deyil. Sözün düzü, mən sizə gündəlik işlərim barədə deyə bilmərəm. Amma bir şeyi deyə bilərəm ki, hər gün səhər tezdən mən təxminən saat 12-də mütləq rayala yaxınlaşıram və səsimi açmaq üçün oxuyuram. Bunu ona görə eləyirəm ki, bugün dərsdə tələbələrimə səsimlə bir şey göstərə bilim. Bir də ki, mən səsimlə salamlaşıram. O mənə cavab verəndə mən sevinirəm. Cavab verməyəndəsə, çalışıram cavab versin. Səsim açılana qədər məşğul oluram. Bilmirəm, siz kədərlənərsiz, yoxsa təəccüblənərsiz. Mən düz 6 ildir ki, oxumuram. Müslümdən sonra mən oxuya bilmirəm. Ona görə heç bir solo konsertlərdən söhbət gedə bilməz. Mən ora öz tələbələrimi gətirə bilərəm. Yeri gəlmişkən deyim ki, mən Bakıda tez-tez olurdum. Amma indi təəssüf ki, səhhətimlə əlaqədar ora gedə bilmirəm. Amma inşallah bu yaxınlarda mən çalışacağam ora gedim. Birinci növbədə Fəxri Xiyabana gedəcəm. Mənim belə bir fikrim var ki, ola bilsin, öz tələbələrimi ora gətirim. Və orada böyük bir konsert təşkil edeyim. Amma özümün oxumağım barədə söhbət gedə bilməz. Bəli, mümkün deyil. Bugün sizin bura gəlişiniz mənə çox xoş oldu. Əvvəla, gördünüz ki, qızlar necə sevindilər. Onlar sizin gələcəyinizi bilmirdilər. Ən azından özlərinə bir əl gəzdirərdilər. Düzdür, onlar gözəldir, həm də gözəl ifaçılardır. Amma mənim xoşuma gəldi ki, onlar özlərini itirmədilər və heç nə olmamış kimi məşğul olmağa davam elədilər. Onlar tələbələrdir, elə deyil? Bəli, tələbələrdir. Onlar ən xoşbəxt tələbələrdir. Onu deyə bilmərəm.
Çünki onlara siz dərs deyirsiniz. Onlarla məşğul olmaq mənim xoşuma gəlir. Mən bunu bir iş kimi qəbul eləmirəm. Heç mən oxuduğum zamanda bunu bir iş kimi qəbul eləmirdim. Bu sadəcə mənə zövq verir. Düzdür, çətindir. Elə bunlarla da çətinliklər var. Onlar mən dediklərimi başa düşürlər. Amma yerinə yetirməkdə biraz çətinlik çəkirlər. Amma mənim nə istədiyimi bilirlər. Ümumiyyətlə bu çox çətin peşədir. Bilmirəm, siz bunu hiss eləyə bildiniz ya yox. Amma doğrudan da çox çətindir. Bəzən bir notun alınması üçün 6 ay vaxt gedir. Baxın, bu hələ bir notdur. Təsəvvür eləyin bütöv əsərin hazırlanması necə olur. Ona görə buna çox vaxt tələb olunur ki, sonda tamaşaçı qarşısında ifa olunanda hamı desin, çox gözəl oxudu. Bəziləri deyir, burada nə var? Çıxdı oxudu da, amma bu belə deyil. Deyərdim ki, bu çox çətin və əsəbi sənətdir. Uşaqlar səhnəyə çıxanda qorxularından tir-tir əsir. Mən bunu bilirəm. Çünki bütün bunlardan keçmişəm. Deyərdim ki, gərək əsəblərim möhkəm olsun. Tamara xanım, biz sizi Bakıda gözləyirik. Çox sağ olun. Sağ olun. Çünki Bakı sizin də vətəninizdir. Əlbəttə, bayaq bunu dedim. Və sizi Bakıda görməyə çox şad olarıq. Çox sağ olun. İnşallah. İnşallah. Hə. Вот и все. Спасибо. Mən biraz çox həyəcanlıyam, çünki Tamara xanım Sinyavskayanı çəkdikdən sonra sözün əsl mənasında əsl dərsi, yəni bir pedaqoqun dərsi necə verməsini gördüm. Tamara xanım Sinyavskaya mənim uşaqlıqdan, mənim bu dünyaya baxışımdan və ümumiyyətlə musiqini tanıdığım, operanı tanıdığım bir gündən mənim idealım olub. Həm Müslüm Maqamayev, həm Tamara xanım Sinyavskaya. Mən Tamara xanımın dərsində olduğum üçün özümü çox xoşbəxt hiss etdim. Mənim danışığımda belə qüsurlar vardı, çünki həyəcanlanırdım. Çünki qarşımda oturan insan əfsanə, canlı bir əfsanə, SSR-nin xalq artisti Tamara xanım Sinyavskaya idi. Və təbii ki, mən elə bu anda keçid almaq istəyirəm, deməli, salam əleykim. Keçid almaq istəyirəm mən Niyel Şadlıq Sarayına. Niyel Şadlıq Sarayından sonra çox gözəl bir məkana üz tutacaq. Niyel Şadlıq Sarayı Azərbaycanda nömrə 1. Niyel Şadlıq Sarayı Azərbaycanda Bakının paytaxtında yerləşir. Niyel Şadlıq Sarayında olan xidmət, hizmət, qulluq, burada olan yeməklər, mən deyərdim ki, çoxdur. Restoranlarımız, şadlıq saraylarımız çoxdur. Amma Niyeldən yoxdur. Çünki Niyeldəki olan xidmət, hizmət, buradakı olan yeməklər, buradakı olan masanın üzərindəki olan o bəzəklər, bilmirəm o fikirləri necə, təqdim eləyim. Bəy gələn yerinə baxanda isə insanın ürəyi açılır. Çünki bəy gəlin yeri də çox mükəmməldir. Keçən verişimizdə dedim, adamın bu bəy gəlin yerində yenidən ailə həyatı qurmağı gəlir. Ailə həyatı qurmaq demişkən. 2015-ci ildə seçimi eləyəndə elə Niyeldə eləyirsiniz. Çünki Niyel mükəmməl bir yer olmaqla 2015-ci ildə o sizin tarixinizdə yeni bir səhifə açılır. Və o yeni bir səhifənin də elə ilk səhifəsində qoy o etdiyiniz toy, ömrünüzün sonuna qədər yaddaşınızdan silinməyəcək toy elə Niyeldə olsun. Niyeldə bu arxada da çox gözəl bir otaq var. Bu otaqda bizim səbəbkarlarımız üçün nəzərdə tutulub. Və indi isə gedirik mənim Sevinç xanım və eyni zamanda Aytaç xanımla bərabər Azərbaycan diasporasında çox xidməti, hizməti olan və uzun illər Moskvada yaşayan Azərbaycan diasporasının üzvü olan ziyalı bir ailəyə, Rəhman müəllimin ailəsinə və orada nələr olacaq, nələr baxaq.
Sabahın xeyir. Sabahın xeyir. Kraliçə. Sabahın xeyir. Hə, hər vaxtınız xeyir olsun. Bir daha sabahınız xeyir olsun deyirəm hər birinizə və təbii ki, mən bayaqları anons etdim. Hər birimizin ailə dostumuz olan Rəhman müəllimin və elə Vüsalə xanımın bu cütlüyün evində qonağıq. Təbii ki, ümumiyyətlə evləri olsaydı, məsəl üçün çəkdiyi müğənnilərin öz evlərinə gedərlər. Amma evlər olmayanda dostlar evinə gedirlər. Aytaç xanım və Sevinç xanım bugün elə mənimlə bərabər bir gün proqramında Rəhman müəllimin evində qonağıq. Rəhman müəllim, ya mən yuxuluyam, ya hamı yuxuludur. İstəyirəm buyurun, bir günün tamaşaçılarını salamlayın və daha sonra isə burada bu milli geyimi görürsünüz də. Milli geyim nədir və nə anlama gəlir və bu uşaqlar burada nə edəcəklər? Bütün bunların hamısını görəcəyik biz. Buyuraq. Hər vaxtınız xeyir olsun, əziz qonaqlar, hörmətli qonaqlarımız. Bütün Aynis televiziya şirkətinin bütün tamaşaçılarını və bir gün qonağı proqramından salamlayıram. Xoş gəlmişsiniz. Həmişə şadıq. Sərxan bəy, sizlə bərabər olmaqda bu qədər. Mən bir dənə bunu çəkdim, mən bunu bir dəqiqə bir dənə bunu çək görüm də. Hə, niyə gülürsən? Ay, niyə gülürsən? Abala, ay oğul. Ay, ağlayırsan mı, gülürsən mi? Dağlar oğlu. İndi sən nağarırsan, deyişimizi bilək. Deyirəm, ağlayırsan, gülürsən. Nağarırsan. Neynirsən, ay dədə? Neynirsən, ay dədə? Gəl, belə dur, qoy səni bu xalq görsün bu üzünü. Neynirsən? Sən neynirsən? Niyə? Nağarıyuz? Nağarıyuz? Ay, çayı tökərsən, otur. Gözünü başında dağıdır. Hansı qızın üstündə dalaşırsan? Nataşanın sən Lena'nın üstündə. Vurub gözünü də dağıdıblar, gəlibsən üzümə. Bugün Vüsalə xanım, niyə bunlar milli paltardadılar? Verin mikrofonu Vüsalə xanım. Niyə bunlar milli paltardadılar? Biz ailəmizcə çalışırıq Azərbaycanın adət ənənəsini qoruyaq və buna görə də Moskva şəhərində uşaqlarımız Azərbaycan rəqsi ilə məşğuldular və tamaşaçılarımız üçün bir dənə rəqs ifa eləmək istəyərdilər. Hə, bunlar belə milli geyimi geyiniblər. Mən bunu yiyəcəm Allah haqqı. Bu verilişə şirinlik qatır, bu verilişə duz qatır. Olur mi? Adamda kriz tutur ha. Bir dəfə rəhmətli Nəsbə xanım da, bax indi bu da böyüyəndə deyəcək, rəhmətli Sərxan bizə gələndə gülmə krizinə düşmüşdüm. Bir günə Nəsbə xanım bizə gəldi, gülmə krizinə düşmüşdüm. Qız mənə nə deyirdi, gülürdüm. Sonra nə oldu Sərxan? Heç nə, rəhmətə getdin, olmar idi. Yəni mən qalmışam, Allah rəhmət eləsin cəm ölənlərə. Hə, indi bunu da gülmə krizi tutubdu. Yəni belə olur, gül qutar. İndi isə birazdan, deyən görüm, Aytaç nətərsən? Yaxşı. Al mikrofonu danışdı, görüm, denən yaxşıyam. Yaxşıyam, əlayam. Moskvada, baxın, Moskvada ümumiyyətlə ailələri biz eşidəndə bilirik ki, məsəl üçün, hər hansısa bir Azərbaycanlı ailə yaşayır və ümumiyyətlə nədənsə Moskvada yaşayan Azərbaycanlıları əksəriyyətini, yəni heç kim inciməz, heç kimin, yəni ola bilsin, könlünə, xətrinə dəymərəm bu dediyim sözdə inşallah elə güman edirəm. Amma nədənsə Moskva deyəndə, Azərbaycan diasporası deyəndə çoxluq təşkil eləyir restoranlarda çalışanlar, bazarda çalışanlar. Amma bizim Rəhman müəllim kimi və Rəhman müəllim simasında digər Azərbaycan diasporasında xidməti olan ziyalı ailələrimiz həddindən artıq çoxdur Rusiyada, Moskvada. Ona görə də mən yenə deyirəm, hər zaman deyəcəm, bu cür ailələri biz hər zaman yad eləməliyik, bu cür ailələri biz çəkməliyik və bu ailələrdə qonaq olmalıyıq. Yəni verilişin tipindən və formatından asılı olaraq ki, bu ailələri görüb, yəni bu ailələrə baxdıqda, yəni bu ailələr digər qürbətdə yaşayan ailələrə örnək olsunlar. Vüsalə xanım nə gözəl söylədi, uşaqları deyir, biz qürbətdə yaşayırıq, amma uşaqları biz Azərbaycan məktəbinə, Azərbaycan mədəniyyət məktəbinə yola salırıq ki, orada onlar Azərbaycan rəqsini öyrənsinlər, Azərbaycan şeirlərini, ədəbiyyatını öyrənsinlər. Yəni, bütün bunlar çox içdən gələn bir şeydir. Gəldin, gördün bir Azərbaycanlı ailəsinə, amma belə uzaqdan baxsaydın,
necə təsəvvür edirsən sən ümumiyyətlə Moskvada, Rusiyada, qürbətdə Azərbaycan ailəsini? Gəldim, gördüm, çox, yəni xoş təsir bağışlayır. Yəni ən əsası mən fikirləşirdim ki, yəni Azərbaycandan qıraqdadsa, yəni bizim insanlar biraz kənarlaşırlar, yəni millilikdən. Amma görürəm ki, indi hal-hazırda uşaqlar Azərbaycan dilində danışır. Yəni hər şey qaydasındadır. Yəni burada hal-hazırda mən özümü Moskvada yox, Azərbaycanda hiss edirəm. Yəni ən əsası budur. İndi mən deyəcəm, Azərbaycanda hiss eləməliyik. Nəyə görə? Kəndin adı nə idi? Gədəbəy rayonu. Yox, kəndin adı. Gərgər. Gərgər. Bəli. Gərgər. Rayonu bilirəm. Təbii ki, Gədəbəy artıq şəhərdir. Burada indi mən onu göstərəcəm, efirdə görəcəklər. Evində Rəhman qardaşımın o yaşadığı, doğulduğu, boya başa çatdığı həmin o kənd təsvir olunub və gözəl bir rəssam tərəfindən yağlı boya deyirlər. Həmin yağlı boyadan istifadə olunub. Bir dəfə belə bir yardımlının Perimbel kəndinin mən yenə eyni zamanda yağlı boya ilə mən görmüşəm Mir Əşrəf müəllimin evində ki, o da o əks etdirib çox gözəl bir şeydir. Yəni mən birinci dəfə deyil, yəni bu evdəyəm. Yəni ilk dəfə girdikdə, bu qədəm qoyduqda bu evə, bu otağa, yəni məni çox duyğulandırdı. Yəni insanda o qədər vətən sevgisi olmalıdır ki, o qədər insana sevgi olmalıdır ki, o qədər doğulduğu torpağa sevgisi olmalıdır ki, bax bu işin öhdəsindən gəlsin. Sən xaricdə yaşayarsan qız? Hamı salamlayıram. Həqiqətən də bir neçə gündür buradayım. Bir neçə gündür nədir? Həftədən çox deyil, buradasınız. Mən Azərbaycan üçün darıxmışam əslində. Yəni mən burada olan hər kəsi, burada yaşayan hər kəsi başa düşməyə başladım ki, axır ki, vətən sevgisi nə deməkdir? Təbii ki, bu mənzərə də hər gün durmaq, hər gün yuxudan qalxan kimi bu mənzərəni görmək və o hisslərlə yaşamaq çox gözəldir. Həqiqətən də çox sevindim. Mən uzun müddət inanmıram artıq yaşaya bilim, amma təbii ki, ürəyimdə vətən sevgisi ilə. Yaxşı, deyək ki, indi bir, nə bilim, başı çatmayan, nə bilim, nə kimsə, yəni indi çaşdı, yəni nə bilim, nə oldu, aldı sən apardı qürbətə. Yəni ailə qurduğun həyat yoldaşın götürdü, yəni çaşaraq evləndi, götürdü, getirdi müğənninin, nəyinə lazım? Yəni ki, aldı da indi, deyək indi. Heç vaxt getmərəm, gedən olsaydım indiyə kimi gedərdim də. Yox, getmərəm. İşlə bağlı həmişə gedib gələrəm, yenə də Azərbaycana. Oğlana mı getməzsən, yoxsa Azərbaycandan qırağa getməzsən? Deyişimizi bilər. Səfən, ailəm qarışdırma da burada. Ailəm yox, mən suala dəqiq cavab almaq istəyirəm. Hansına getməzsən? Mən səni oğlumu toyda çağırıram, sən də buradan deyirsən, ara girsən, bura getsən. Hə, yaxşı. Risalə xanım, uşaqları, mən bir dəfə də məncə bu sualı vermişdim, amma bilmirəm, o sual idi, yoxsa yox, o deyildi. Uşaqları Moskvada, Rusiyada, baxın, valideynlər var ki, valla, yəni, heç bir valideyn evladının tərbiyəsində hər hansısa bir qüsurun olmasını istəməz. Heç bir valideyn istəməz. Amma buraxdıqları səhv, buraxdıqları diqqətsizlik, etdikləri diqqətsizlik sayəsində yəni yenə heç kimə nəsib olmasın və uşaqlar böyüyəndə o fəsadlarla qarşılaşırlar, o artıq o tərbiyədən irəli gəlir. Sonra deyirlər ki, valideyndə günahdır. Uşaqları amma Rusiyada, Moskva kimi böyük bir şəhərdə ikinci megapolis sayılır, üçüncü megapolis sayılır Moskva dünyada. Burada nə qədər çətindir həm Azərbaycan milliliyini saxlamaq, həm Azərbaycan tərbiyəsini və eyni zamanda Rusiyada, Moskva ortamında. Düz deyirsiniz, mən sizin razıyam, Moskvada biraz da çətindir bizə, amma mümkün qədər qoruyuruq, mümkün qədər çalışırıq ki, öz adət-ənənəmizi yeridir, öz ailəmizdən, anamızdan, atamızdan, babamızdan olan tərbiyəni uşaqlarımıza öyrədək və buna bilsinlər ki, Azərbaycanlı olmaq nə deməkdir, Azərbaycanın tərbiyəsini görmək nə deməkdir və evdən çörək çıxanda özünü necə aparmalıdırlar. Onu da, çünki hamı bilir ki, biz Azərbaycanlıyıq və bizdən
Azərbaycan tərbiyəsini, Azərbaycanlı kimi aparmağını gözləyirlər. Burada Azərbaycan ailələri, xanımları, yəni təbii ki, çevrənizdə çoxdur. Həmin o xanımlarla bir qadınlar klubu mu deyim, yoxsa yəni ki, onlar bir ortama, bir araya gəlirsə heç olmasa? Mütləq onlar Azərbaycan rəqsinə gedirlər və orada çox Azərbaycan ailələri var. Orada Orada görüşürlər, xanımlarla münasibətinizi saxlayır, uşaqlarla münasibətli biri ilə saxlayırlar. Əlaqədə olurlar, ünsiyyətdə olurlar. Yəni çünki kişilər bir balaca yəni bizim üçün çox daha asandır çünki biz yəni insanlarla çox görüşür, amma xanımlar üçün burada yaşayan o xanımlar üçün bir balaca yəni çətinliklər olur. O ünsiyyət münasibətdən gedir. Yoldaşlarımız onlar bizi görüşdürürlər. Tez-tez ailəmizcə görüşdürürlər, sağ olsunlar. Onlar bizi daha çox tanış eləyirlər. Ona görə ən vacib olan təbii ki, Aynes televiziyasında təbii ki, mən gəldim, heç vaxt sual verməmişdim, amma gəldim, sualı verdim. Aynes televiziyasında mənə çox fərqli o format olaraq televiziyanın dünyaya baxışı olaraq, yəni ki, çox fərqli, gözəl fərqli fikirlər söylədilər. Aynes televiziyasını burada izləyirsiniz. Nə var, nəyi görmək istəyirsiniz əlavə olaraq, o xoşunuza gələn Aynes televiziyasında belə fərəhlə deyirsiniz. Nədir bizdə o gözəllik, necə görürsünüz? Aynes televiziyası Azərbaycanda yayınlanan ilk müstəqil teleradyo məkanında ilk qaranquşlardan biri kimi mən xatırlayıram və belə demək mümkünsə Aynes telekanalı şübhəsiz ki, birinci mənim üçün çox yaxın illərin dostu olan Sərxan qardaşımız orada çalışdığı üçün doğmadır. Sonra bizim orada mənim gəncliyimin bir vaxtına düşmüş və qələminə hörmət elədiyim Mirşahin bəy gəncliyindən onun qələminə hörmət eləyirəm. O Azərbaycan qəzetində çalışdığı bir zamandan mən mütəmadi olaraq onun yazılarını oxumuşduq və Allah qəni rəhmət eləsin, rəhmətli Çingiz bəyin yaratdığı bir televiziyadır. Onun dəsti xətti, zəhməti olan bir televiziya kanalıdır və şübhəsiz ki, yenə də son zamanlar baxırıq, yenə təkrar edirəm, Sərxan qardaşımız orada çalışır bizim üçün. Yəni, Aynes Azərbaycan televiziya məkanında öz yeri olan, o birisi hörmətli kanallarla bərabər Aynes öz çəkisi olan bir. Və təbii ki, Aynes televiziyası bir balaca, bilirsiniz, insanlarda bir də bu vətənpərvərlik və ümumiyyətlə xəbərin doğru çatdırıldığı bir ünvan kimi qürbətdə yaşayan Azərbaycanlılar da bax ona görə yəni sevgisi yəni daha çox o sevgini çatdırır. Təbii ki, mən elə öz adımdan və eyni zamanda ərkim çatdığım həmkar yoldaşlarım adından da söyləyə bilərəm ki, hər zaman yəni Aynes televiziyasında və eyni zamanda peşəkar aparıcıların və peşəkar proqram rəhbərlərinin istəyi elə nəinki Azərbaycanda, eləcə də Azərbaycandan uzaqda bütün dünyada yaşayan Azərbaycanların könlünə olan və proqramın formatına olan gözəl verişləri sizlər üçün təqdim eləməkdir. Ona görə də indi neyniyək? Qonaqlarımız bir mahnı ifa eləsin də, yoxsa necə? Olacaq. Mən istəyirəm hələ qoy bayram bir rəqs eləsin.
Təşəkkür edirəm, çox super idi rəqslər bayram. Bayram demişik. Bayram kimin adıdır? Atamın babasının. Ha, atanın babasının adını qoymusan. Rəqsləri hara gedirsiniz, harada öyrənirsiniz? Kimi öyrədir bunları? Mikrofona pojursun. Öyrədir mənim əziz öyrətmənim Bəkir müəllim. O Azərbaycan milli rəqs ansamblında çalışmışdı. İndi də Moskvaya gəldi və təzə pokoleniyanı öyrədir ki, biz də biz də milli rəqsini öyrənək və Bayram, super burası. Laureat adını saxlayaq. Super. Hələ istəyirəm sağ ol demək mənim Uber'in öğretmeni Yelena Igorevnaya. O da Azərbaycanda yaşayıb və məni və Bəkir müəllimin ansamblında oynayıb onunla bərabər. Alqışlayaq bayram. Bayramı alqışlayaq. Ha, onun üzünü tutmaq o lazım idi mənə. Nətər belə çalır. Ala, danış. Danış, yox, kişisən də danış. Danış. Nə deyirsən, danış. Danış. Yox, indi sual verəcək danış. İndi sual ver. Kimə salam göndərmək istəyirsən? Babama. Babanın adı nədir? Reşid baba və Gəmran və bütün adama Hansı bütün adama sənin salamın? Hansı sənin bütün adama sənin salamın? Ay sağ ol. Qohumlarıma və bütün mənim Televiziya baxıcıları. Sənin tamaşaçıların, səni sevənlər. Onun üstüne baştan. Onu da bir dənə başdan xahiş edirəm, bir də bunu təkrar edin. Ha, dəyin görmək mənim ən duzlu yeri odur. Hara onu çıxardıram? Anne bir nefer buzu çeken lazım diyor da. Bu derse giden uşağı danışacaq. Bak. Hadi dur orada, sen orada çəkil. Bala, ay oğlum, sen orada mağarırsan. Aya niye bunun içine gir? Hadi gel bura, gel dəyin buna bak. Buna bak. Bu başdan ayağa. Ay, gir, başın girip oraya çıkmayacak. Ay oğlum. Ay oğlum, ay oradan çıkmayacak. Ay Allah, oradan çıkmayacak. Ay gel buraya, gel görüm. Ay senin orada ne işin var? Ay valla. Ne işin? Varım turtucu var. Bu tamam comedy club olacaq şey. Ha, açtı tıkatıyor. Bu təmiz. Sen danışmak istiyorsan. Dərsə gedən Ha, uşaqdan. dərsə gedən bir uşaq. De görüm derse giden bir uşak. Bak senin ay ölümün var idi o derste ki sen de sürüşürdün orada. De görüm o. Ha. Uşaq da Ruslandı. Ha? Danış. Ruslan de. Benim mikrofonuma danışır. Allah Ruslan danış. Ha, ay sağ ol, götür danış. Ciddi ol danış. Derse giden bir uşak. Dersen gelen bir uşaq Çıktı. çıxdı. Buz üstte. Çıktı buz üstte koçak. Çıktı nağardı. Buza yıkıldı. Söz ben bilirim ki bunu kömək de edeyim. Bak Ruslan, senden soruşsalar ki derse giden bir uşak şiirini danış. Ne bilin testi şiirdi, uşaq şiiri. Derse giden bir uşaq, buzlu günde uşağı sen niye gönderirsen küçüğe ki məktəbə getsin? Buzlu, yağışdı, qardı. Bu havalarda bizde ümumiyyətlə nə məktəb olur, nə heç kim çölə çıxır. Maşın orada binanın qabağında qalır. Bir damcı təpənin maşın qalxa bilmir. Uşaq nəsə dərsə getsin, o buzu qalxsın. Maşallah ama burada her şey başka türdü. Kim? Qar yağanda burada da məktəb olmur. Burada bayram olur kar yağında. Minus 40'da. Minus 40'da bayram olur. Yok, minus 40'da ders yok.
Və bir daha təşəkkür eləmək istəyirəm. Çox pozitiv bir veriliş alındı. Təbii ki, və bir daha Rəhman qardaşıma özlərinin təşəkkürümü bildirirəm. Bir daha izlədiniz, baxdınız. Bizim canlı, baxmayaraq söylədi ki, mən heç də özümü saymıram əfsanə. Amma xeyr, yəni hər insan özü haqqında, təvəzzükar insan, sənətkar özü haqqında onu söyləməli deyil. Təbii ki, bizim üçün canlı əfsanə olan Tamara Sinyavskaya bu günləri qonağım oldu. Ona özlərinin təşəkkürümü bildirirəm. Və təbii ki, biz orada çəkdik sinifdə və oradakı onun tələbələri özümü bir anlıq sözün əsl mənasında sənət başqa bir şeydir. Bizdə də yəni dərs verənlər var və təbii ki, bir anlıq mən paxıllıq hissi keçirtdim sözün əsl mənasında. Bizdə də dərs deyənlər var. Elə qışqırmaqla, nə bilim, nə ilə Tamara xanım orada o qədər gözəlcə, yəni tələbələrlə, amma tələbələrin yerində hər kəs olmaq istəyir ki, canlı əfsanə onlar üçün dərs verir. Mən Tamara xanıma özlərinin təşəkkürümü bildirirəm və eyni zamanda Rəhman qardaşıma özlərinin təşəkkürümü bildirirəm. Çünki mən bilmirəm öz fikrimi necə izah edeyim. Mənim dostlarım Sevinç xanım, Aytaç xanım, ikisi də və eyni zamanda digər dostlarımız da vardı. Onlar artıq gediblər və onlar hər kəs mənim tanıdığım və onların tanıdıqları bu dostların ailələrindən, bu dostların Azərbaycanı layiqincə təmsil eləməyindən, Rusiyada layiqincə təmsil eləməyindən danışırlar və hər zaman bir olaq deyirəm və hər zaman sizin səsiniz, sədanız, mən bir daha sizin buradan elə sizin adınızdan başakirləri görürük biz burada. Sizin valideynlərinizə salam göndəririk. Biz buradan elə sizin doğulub boya başa çatdığınız həmin o dilbər güşədə yaşayan bütün qohumlarınıza və eyni zamanda bütün qonşularınıza, dostlarınıza, sizi tanıyanlara salam göndəririk və demək istəyirik ki, narahat olmayın. Hər şey yerindədir. Hər şey yerindədir, hər şey qaydasındadır. Öpürəm sizi, görüşmək ümidi ilə deyirəm. Sağ olun.
Verilişin sponsoru Niyel Şadlıq Sarayı.